Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah karşıdan gelen günlerinizi xeyrinbəddə eyləsin. Bir məsələni nəzərinizə çatdırım. Burada vərəqdə bir-iki məsələ yazmışam. Onları istəyirəm sizə deyəm. Deyəcəyim budur ki, yeni bir dənə səhifə açmışam. Yəni o səhifədə ancaq dini hekayələr, ibrətamiz təbliğat kimi söhbətlər Allah köməkliyi ilə etmək fikrimdə var. Düzü fikirləşdim, gördüm ki, ömrə vəfa yoxdur da. Ona görə də bu səhifədə də İmam Hüseyin əleyhissalamın söhbətlərini edirəm. İmam Hüseyin əleyhissalamın söhbətini də parada qoymaq yaxşı olmaz. Onu tamamlamağa görə bu səhifəyə həmən dediyim kimi sözlər, ibrətamiz sözlər, hekayələr, yəni gözəl hekayələr var. Onları da deyəndə, yəni yaxşı alınmır. Gah İmam Hüseyinlə danış, indiki dini hekayə danış, bu da alınmır. Ona görə belə qərara gəldim ki, bir dənə səhifə açım. Səhifə dünən açdım. Allahın köməyi ilə bir dənə də söhbət vurdum. İndi istəyirəm sizə deyəm ki, yəni məni izləyən qardaşlara, analara, bacılara deyəm ki, nətər həmən səhifəyə girir. Yəni bir əsas odur ki, birinci dəfə, ikinci dəfə girdiniz. Orada bir dənə söhbət elə bəyəndiniz, ya yaddaşa vurdunuz. Sonra ora girmək istəyəndə həmən mənim, yəni həmən söhbətimə bəyəndiyiniz yerə vurub səhifəmə girə biləcəksiniz. Əsas odur ki, siftə girə biləsiniz. Onun qaydasını istəyirəm, əvvəl sizə deyəm, sonra da mövzumuzun adı belə olacaq. Zülcənahın, yəni İmam Hüseyin əleyhissalamın atının, İmam Hüseyin əleyhissalamın ölüm xəbərini Əhl-i Beytə gətirməsi. İndiki səhifəmə girməyi bilirsiniz. Yəni indi hal-hazırda danışdım, səhifəyə girməyi bacarırsınız. İndi ikinci səhifəmə girmək üçün diqqətlə qulaq asın ki, biləsiniz, hal-hazır ki, səhifənin yuxarıda mənim tək şəklimin altında yazılıb Hacı Əziz Ağa. Həmən yəni sözün üstünə, Hacı Əziz Ağa sözün üstünə barmağınızla o yazıya vurun, yəni toxunun. Aşağıda bir pəncərə açılacaq. Orada baxanda sol tərəfdə mənim iki şəklim var. Biri qara köynəkli şəklim, yəni indiki bu səhifə qara köynəklidir. Həmən qara köynəkli şəklin qarşısında yazılıb. Aşağıda bir pəncərə açılacaq. Orada baxanda sol tərəfdə mənim iki şəklim var. Qara köynəkli şəklin qarşısında yazılıb. Əziz Ağa 73. Bu mənim sizin tanıdığınız səhifəmdir. Onun altında isə mənim ağ köynəklə bir şəklim var. Qarşısında yazılıb Əziz Ağa Nəcəfov. Barmağınızla həmən şəklə, yəni ağ köynəkli olduğum şəklin yazısına toxunun və gözləyin. Bir başqa səhifə açılacaq.
Onun da lap alt sırada, ən axırda sağda bir şəkil var. Altında yazılıb profil. Parmağınızı ona vurun. Elə ki, o ki profil yazılıb, ona toxundunuz, mənim ikinci səhifəm açılacaq. Vəssalam, orada bir söhbət də vurmuşam. Həmən səhifədən çıxanda da yenə ən yuxarıda tək şəklin altında Əziz Ağa Nəcəfov 3 yazılıb, ona vurub çıxarsınız. Yəni ona vuranda çıxacaqsınız. Yenə də elə ki ona vurdunuz, aşağıda mənim hər iki səhifəmin şəkilləri açılacaq. Yəni bir pəncərə açılacaq da əvvəlki kimi. Bu səfər mənim indiki bu keçən günlərdə bu köhnə səhifəmi gördünüz. Orada qara köynəkli şəkildir də. Qara köynəkli şəklin üstünə vurub əvvəlki səhifəmə girə bilərsiniz. Yəni indiki bu hal-hazırki səhifəmə girə bilərsiniz. Vəssalam. Amma sonraki günlərdə də yeni açdığım səhifəmə girmək üçün həmən səhifədən bir ya iki söhbətimi bəyənin ki, sizin bəyəndiyiniz yerdə telefonunuzda olsun və ya yaddaşa vurun. İndiki təzə səhifəmə girmək istəyəndə yeni səhifəmdə olan söhbətin üstünə vursanız mənim səhifəm, yəni indi açdığım bu təzə səhifə açılacaq. Ondan sonra baxmadığınız söhbətlərimi izləyin. Vəssalam. Yavaş-yavaş dediyim kimi öz söz mənim təzə səhifəmə girə biləcəksiniz. İndi isə vaxtda az qalsa, 2 varaq heç olmasa bu İmam Hüseyin Əleyhisselamın söhbətindən oxuyub, Bərəvayət kitab müntəxəb, elə ki məzlumi Kərbəlanı atı Zülcənahın üstündən yerə saldılar və mübarək başını bədəni şərifindən ayırdılar. Allah onlara lənət edəsin. Həzrətin vəfalı atı səhralara qaçırdı və şihə səsini asimana bülənd edib, yəni kişnəyirdi də. Bir növ sanki insan kimi "Vah Hüseyna" deyib məzlum ağasına göz yaşı tökürdü. Bir qədər səhraları dolanıb, sonra Zülcəna şihə çəkə-çəkə gəldi qətligaha ki, görsün ağası nə halətdədir. O heyvan, o yaralı bədənləri görürdü. Hər nəşin yanına ki gedirdi, o nəşi diqqətlə iyləyərək o nəşə baxırdı. Nəş bilirsiniz də, yəni insan cəsədlərinə, şəhidlərə. Sanki öz ağasını axtarırdı. Amma görürdü ki, öz ağasının nəşi deyil, yəni cəsədi deyil. Keçirdi. Ta yetişdi Ələmdari Kərbəla nəşinə, yəni Əbəlfəzli Əbbasın nəşinə. Necə ki, nəzmə bu halı çəkən belə çəkib. Üqab sahibi Əbbası gördü, bir durdu. Qabaqca sihət çəkib bir özün yerə vurdu. Baxıb qabaqca yer üstə kəsilmiş əllərinə, vurardı başın əllərin Kərbəla yerinə. Yetişdi ta ki özün nəşi üstünə saldı. Ciyərdən ah çəkib başını yerə çaldı. Çəkib cəsərləri iylərdi, sanki edərdi soraq. Tapardı gül iyi, amma görərdi xəzandır bax. Yəni öz sahibini tapa bilməzdi. Yetişdi bir yerə, gördü düşüb Əli Əkbər. Gözünə qan dolub, amma Hüseynə çox bənzər.
Üzü onun üzüdür, gözləri onun gözüdür. Belə xəyal elədi bəlkə sahibi özüdür. Yıxıldı o heyvan, başını yerə vurdu. Çox intizar çəkirdi ya Hüseyn, deyib durdu. Xülasə şühəda bədənlərini bir-bir iyləyib keçirdi. Ağası Hüseynin nəşini axtarırdı ki, bu tərəfdən Ömər Səd Məlun qəhligaha baxıb, Zülcənahı görüb tanıyaraq dedi, ey cəmaat, bu Zülcənahı tutun ki, Rəsul-i Xudanın xas və nəcib adlarındadır. Yəni Zülcənah bizim Peyğəmbər sallallahu aleyhi və səlləmin atı olub vaxtı ikən. Süvarilər o heyvanın üstünə töküldülər. Zülcənah sanki onların fikirlərini anladığı üçün onlara həmlə elədi. Xəyalına gətirdi sərvəri şəhidanı, edirdi yad Əsədullahi şahi mərdanı. Çəkəndə şihə bədənlər tamam titrərdi. Gahi dişi ilə tutardı, gahi təpiklərdi. Görəndə nəşi Əli Əkbəri, gözləri yaşlı bədidə-i tər, deyirdi, dur kömək et, ətrafımı alıb ləşkər. Baxanda Qasimə gördü yaraları çoxdur. Dedi, dur min dalıma, yatma, taqətin yoxdur. Cənazəni aparım ərusun otağına, özüm də bircə qoyum başımı ayağına. Yetişdi bir boğazı oxlu qanlı qundağa, tutub başını yuxarı ot salırdı sanki afaqa. Bəs daldan gələnləri təpiyi ilə, qabaqdan gələnləri ağzı ilə vururdu. Tuturdu, öldürürdü. Ta ki bərəvayət müntəxəb 40 nəfərə yaxın adamı yaraladı və bəzilərini Zülcənahın təpiyində cəhənnəmə vasil oldu. Ömər Səd Məlun gördü o heyvanı tutmaq mümkün deyil. Fəryad elədi. Vay olsun sizə. Çəkilin görək bu heyvan nə edəcək. Zülcənah gördü süvarilər tamam çəkildilər. Yenə başladı ağasının nəşini axtarmağa. Ta ki yetişdi həmən çuxur yerə ki, Həzrəti o yerdə şəhid etmişdilər. Zülcənah Həzrətin iyindən öz ağasını tanıdı və heyvan olduğu halda öz ağasının nəşini iyləyirdi. Dodaqlarını ağasının üzünə, Həzrətin nəşinin üstünə qoyaraq və əlini qoyurdu astaca Həzrətin o yaralı, dərdli sinəsinə. Oğlu ölən ana kimi belə şiddətlə ağlayıb, gözlərindən yaş axıdırdı ki, cəmi orada hazır olanları təəccübə gətirmişdi. Görüb quru yerə başsız düşüb, İmam-ı qərib, çəkib ciyərdən o da şihə, Zülcənah, Nəcib, deyirdi Gülşəni Zəhra xəzan olub soldu. Susuz başı kəsilib, vay sahibim öldü. Nə olubdu cəddinə ki, salmır vəlvələ afaqa, yəni bu aləmlərə. Bu o Hüseyndi, edirdi özün Hüseynə naqa. Yaralı nəşini lütf ilə çininə az. Gün düşür üstünə götürüb kölgəyə salsın. Ata baba alar övladının sorağında. Öləndə heç kəsi qoymazlar gün qabağında. Qalıbdır bəs ki susuz, şahlığı düşüb günün. Nə olub Əli Əsədullahə sahibi Düldülün.
Gələr o saqi Kəvsər vəli pərişani mu, yumağa ləblərinin qanını gətirsin su. Yaralı oğlunu alsın əli qucağına, yetirsin oğlu ölən Fatimə otağına. Zülcəna gördü ki, sahibi başsız, yaralı bədənlə günlər altında qalıb. Kimsə yanına gəlmir və əhl-i beyt də xeymələrdə müntəzir qalıblar. Yəni gözləri yoldadırlar. Öz aləmində öz-özünə dedi, bu mənim axırıncı xidmətim olsun. Gedim xeymələrə, ağamın ölüm xəbərini əhl-i beytə xəbər verim. Bəs o heyvan bal və kakülünü, bal atın boynunda olan tüklərə deyərlər, kakül də ki, alın tərəfində qabağa sallanan tüklərə deyərlər. Həzrətin qanı ilə boyayıb, bir diqqətlə Həzrətin yaralı nəşinə baxıb, ucadan bir şihə çəkib, güya belə dedi. Ayağa dur aparım, çox qəm məlalım var. Tikiblər göz yola bir böyük əyalın var. Deyil bu qayda aləmdə, ey alimi rəmuz, əyal sahibi çöllərdə can verə yalqız. Rəvayət olub ki, o heyvan üz qoydu getməyə xeymələrə. Amma Həzrətin dərdi, qəmi o heyvana elə qalib olmuşdu ki, xeymələrə gəlincə 7 yerdə yerə yıxıldı. Və halın ki, necə hüccətullah, Allahın hökmlərini insanlara çatdıran, ona suvar olmuşdu. O günə dək heç bir vaxt, hətta bir dəfə yerə yıxılmamışdı. Zülcənab ucadan bir şiyə çəkdi və şihəsində, yəni kişnəməsində sanki belə deyirdi. Dad bir ümmətin əlindən ki, öz peyğəmbərinin qızının oğlunu öldürdülər. Güya Zülcənab öz sahibinin meydanda onun belindən yerə yıxılmasını belə xəbər verirdi. Burada söhbəti dayandırıram. Bundan sonra bir qədər. Yəni söhbətin hamısı insanı, yəni ürəyini yerindən oynadan, qəmləndirən, insana təsir edici sözlərdir. Amma buradan o yana bir qədər də yəni yanıqlı sözlər olduğu üçün elə burada saxlayıram. İnşallah ardın gələn günlərdə edərəm Allahın izni ilə, Allahın köməyi ilə. İndi isə Allah amanında olun, gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Allah bizi izləyənlərdən də hamınızdan razı olsun. Allah gələn günlərinizi xeyirli, bərəkətli eləsin. İstədiklərinizi, hacətlərinizi Allah Teala Kərbəla şəhidlərinə xatir, bərabərdə bəxir eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.